Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri. 4-cü siniflər üçün Çinar yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. 18-ci test və mövzumuz vurma və bölmənin digər üsullarıdır. İzahlara keçməmişdən öncə sizdən istəyim videolarımızı bəyənib bizə dəstək göstərməyiniz. Onlayn hazırlıqlarımıza da qoşulmaq istəsəz, aşağıda qeyd olunmuş nömrə ilə əlaqə saxlayıb onlayn hazırlıqlara qoşula bilərsiniz. Bildirim ki, onlayn hazırlıqlarımız əyani dərsdən qat-qat üstündür. Bunun şahidi olmaq üçün sadəcə bir sınaq dərsinə qoşulub, ondan sonra davam etmək istəsəniz qərarınızı verə bilərsiniz və ya da davam etməyə də bilərsiniz. Gəlin keçək tapşırıqların izahına. Tapşırıq 1-dən başlayırıq. 1-də yazır ki, boş xanara yazılacaq ədədlərin cəmini tapın. İlk öncə baxırıq ki, 225 vurulsun 4 hasili tapılmalıdır və 225 açıq şəkildə yazılıb. 225-də onluq və təhlikdəki rəqəmin qiyməti yazılıb, amma yüzlükdə boş xanaya yazmalı ki, 2-nin qiyməti yüzlükdəki 2-nin qiyməti 200-dür. Daha sonra gəlir ki, bunu 4-ə vurublar. 200-ü 4-ə vuranda 800, 20-də vuranda 80 olur. Burada 80 yazmış oluruq və bunları toplayanda 900 almış oluruq. Və boş xanadadır ki, ədədlərin cəmidən 1180 etmiş olur ki, doğru cavab D variantında var. Növbəti ikinci suala baxırıq. Yəni ki, vurmanın paylamaq xassəsindən istifadə etməklə ifadənin qiymətini tapın. Əslində burada vurmanın paylamaq xassəsi deyil, ortaq vurğun mötərizə xaricinə çıxardılmasıdır. Bu üsuldan nə zaman istifadə etmiş oluruq? Əgər ki, digər vurğuların cəmi yuvarlaq ədəd olarsa, bu zaman ortaq vurğu mötərizə xaricinə çıxardıb daha asan üsulla hesablamış oluruq. Bunun üçün də mötərizə daxilində, yəni bərabərdən sonra, sanki mən davamını yazmış oluram. Bərabərdən sonra yazır ki, 236 üstə gəlsin 364 vurulsun, yəni bu cəmi vurmuş olaraq 4-ə. Bu da bərabərdir. Bunları toplasaq 670 olur. 600-ü də 4-ə vurduqda eləyəcək 2400 doğru cavab B variantında var. Növbəti üçüncü suala baxırıq. Yəni ki, universitetdə birinci kursda təhsil alan tələbələrin sayı 3244, ikinci kursda təhsil alan tələbələrin sayı 2146-dır. Üçüncü kursda təhsil alan tələbələrin sayı birinci və ikinci kursda təhsil alan tələbələrin ümumi cəmindən 2 dəfə azdır. Üçüncü kursda neçə tələbə təhsil alır? Bunun üçün biz bilirik ki, 3 kursdan danışır, yazırıq planlı şəkildə birinci, ikinci və üçüncü kurs yazmış oluruq. Birinci kursda bilirik 3244, ikinci kursda 2146, üçüncü kursda təhsil alanların sayını tapmaq üçün bunların cəmini 2-yə bölərik. Bunların cəmi də 44 ilə 46 90 etmiş olur, 32 ilə 21-də 53. Bunu da bölmüş olsaq 2-yə mən şifahi olaraq bölürəm. 53-ü bölsəm 26, 1 qalır 19-u bölsəm 9, 1 qalır 10-u da bölsəm 5. 2695 doğru cavab A variantında var. 4-cü suala baxırıq. Yəni ki, bölmə əməlini asan üsulla hesablayın. Burada bölmə əməlini asan üsulla hesabladıqda görürük ki, ortaq bölən var 4. Deməli biz bölünənlərin, yəni 1440 və 440-ın fərqini 4-ə bölmüş olsaq eyni cavab alarıq. Çünki burada 1440-dan 440-ı çıxanda 1000 eləyir. 1000-in 4-ə bölünməsi daha rahatdır. 1000-i də 4-ə böləndə 250 cavabını alaraq ki, doğru cavab A variantında var. Növbəti 5-ci suala baxırıq. Buranı silim. Yazır ki, verilən misalın cavabını əvvəlcə təxmin edin və birinci xanaya yazın. Daha sonra dəqiq hesablayıb ikinci xanaya yazın. Boş dairəyə hansı müqayisə işarəsi yazılacaq? Bunun üçün biz birinci 194-ü 6-ya vursaq təxmini buna yaxın yuvarlaq ədəd 200-dür. 200-ü 6-ya vurmuş olaraq bu da 1200 etmiş olacaq. Daha sonra dəqiq hesablama bizə lazımdır ki, dəqiq hesablamada 194-ü 6-ya vurmuş olsaq, bunu da şifahi vura bilərik. Yəni ki, 1200-dən çıxarıq 36, çünki 6 burada 6 vahid az hesablamış olarıq. Bu da 36-nı çıxmış olsaq, yazək 1164 və müqayisə işarəsi böyükdür olacaq. Doğru cavab da A variantında verilmişdir. Birinci xanaya
Deməli, əvvəlcə təxmin edib birinci xanaya yazdıq, sonra ikinci xanaya yazdıq. Doğrudur. Yenə də hesablamalara çalışın ki, ümumiyyətlə hər zaman özünüz edin. Sadəcə mən hesablamaları şifaya yerinə yetirirəm. Bəzən bilərəkdən də yanlışlar etmiş olacağım ki, köçürməyinizi istəmirəm. Çünki sadəcə köçürmək üçün yox, burada öyrənmək üçün izləməyinizi istəyirəm. 6-ya baxırıq. Yaz ki, Sənan hesablama zamanı verilən 4 rəqəmli ədədi ona yaxın yuvarlaq ədədlə əvəz edib təxmini cavab aldı. Buna görə Sənan aşağıdakılardan hansı ədədi ala bilməz? Ona yaxın yuvarlaq ədədə, yəni burada 3127-yə yaxın yuvarlaq ədəd 4 rəqəmli. İlk öncə onluğa qədər yuvarlaqlaşdırmış olsaq, olacaq 3170 olur. Bunu da 8-ə vursaq şifaya vurmuş oluram ki, 0-ı vursaq 0, 3-ü vursaq 24, 8-i vursaq yenə 0, burada 3'ü vurmuş olsaq 24, o da 25. 25040 ala bilər. Yəni bu üstündən xətt çəkirik. Bizə hansını ala bilməz bizə lazımdır. Daha sonra bunu 100-yə qədər yuvarlaqlaşdırmış olsaq 3100 alınmış olacaq. 3100'ü 8'ə vurmuş olsaq 31'i 8'ə vuranda 248, arxasına da 2 dənə 0 yazır. 24800 bu da var. Bunu da üstündən xətt çəkirik. Daha sonra 3000'ə yuvarlaqlaşdı. Yəni 1000'yə qədər yuvarlaqsa 3000 alınacaq. 3000'i də vurmuş olsaq 8'ə, bu da eləcək 24070 olur. 24000 də var. Bunların 3'ü alınır. Hansı alına bilməz? D variantı. 7-yə baxırıq. Yazır ki, ifadənin qiyməti hansı modeldə təsvir olunmuşdur? İfadənin qiymətini tapmaq üçün daha asan yol 1-1-2 1036'nı 5'ə vurmuş olub, 36'nı 5'ə vurub, yəni çıxmadı. Burada 1036'dan 36'nı çıxsa 1000 eləyəcək. Bunu da 5'ə vurmuş olsaq 5000 cavabını alırıq. 5000 hansı variantda var? Baxırıq ki, D variantında 5000 yazılmışdır. Yəni bura 5, bura 0, 0, 0. Doğru cavabımız D variantında verilmiştir. 8'də yazır ki, boş xanalara yazılacaq ədədlərin fərqini tapın. Burada yuxarıda buna bənzəri vardı, orada cəmini tapırdıq. Burada isə fərqini tapmış oluruq. Minlik mərtəbəsindəki 1'in qiyməti 1000 olmuş olur. Daha sonra burada baxırıq ki, bunları vurmuş olsaq bir-birinə 2000 toplasaq 200 bölmə əməlidir bu arada. 200 üstəgəl 60, üstəgəl 14, üstəgəl 1 eləcək 270, 570 olur. Burada 275 yazmış olur. 1000'dən də 275 çıxmış olsaq qalacaq 725, doğru cavab A variantı. 9-cu tapşırığa baxırıq. Yazır ki, ifadənin qiymətini ən yüksək mərtəbəyə qədər yuvarlaqlaşdırsaq neçə alınacaq? 9036'nı 3'ə bölmüş olub və bunu da bölsək alınacaq 3012 alınmış olur. Bunu da yuvarlaqlaşsa 3000 cavabını alarıq ki, doğru cavab C variantında verilmiştir. Yəni ən yüksək mərtəbəyə qədər yuvarlaqlaşdırmış olsaq 3000 alınacaq. Ona baxırıq. Onda yazır ki, fırıqlardan birini 2 ədədin cəmi şəklində göstərməklə hasili hesablayın. Əlbəttə ki, 2 ədədin cəmi şəklində fırıqlardan birini deyirsə, deməli bu çox rəqəmli vuruq olacaq ki, bunu da necə göstərərik? Mən buradan yazmış olaq ki, 8007 vurulsun 6 bərabərdir. Mötərizə daxilində 8000 üstə gəlsin 7 vurulsun 6. Buradan da 8000'i vurmuş olsaq 6'ya eləyəcək 48000. Üstünə də 7'ni vursaq 42. 48000, 42, 48000, 42 cavabını almış olur ki, 48042 A variantında var. 11'ə baxırıq. Ya ki, boş xanaya hansı ədəd yazılsa bərabərlik doğru olar. 1560 bölünsün 8. 1000 üstə gəlsin əlbəttə ki 560 olmalı ki, bu da A variantında var. 12'ə baxırıq. Yazır ki, böyük hovuzun tutumu 6480 litrdir. İkinci hovuzun tutumu isə bundan 8 dəfə azdır. İkinci hovuz neçə litr su tutur? Bundan 8 dəfə azsa o zaman nə edirik? 6000
480-i bölmüş olaraq 8-ə. Şifahi olaraq 64-ü bölsək 8, 8-i bölsək 1, 0-ı da bölsək 810 cavabını alırıq ki, A variantında verilmişdir. Növbəti 13-cü suala baxırıq. Yazır ki, vuruqlardan birini uyğun ədədlərin hasili şəklində göstərməklə cavabı tapın. Vuruqlardan birini uyğun ədədlərin hasili şəklində göstərmək nə deyir? Burada düşünərik ki, yəni çox rəqəmli biz uyğun ədədlərin hasili şəklində göstərir. Amma bu heç də asan üsul olmaz. Amma 4-ü 2 vurulsun 2 şəklində göstərə bilərik. Ona görə də 1245-i bir dəfə 2-yə vurarıq. Daha sonra yenidən 2-yə vursaq daha rahat şəkildə hesablaya bilərik. Yəni ki, burada yazır ki, 1245 vurulsun 2 vurulsun yenə də 2. 1245-i 2-yə vurmuş olsaq edəcək 2490 etmiş olur ki, buradan yazaq da davamını sanki buradan yazırıq. 2490. Bunu bir daha da 2-yə vurmuş olsaq bu zavada olacaq 40 deməli 9 daha doğrusu 4980 etmiş olur. 4980 4000 yəni vurmaq üçün necə edirik? Məsələn 0-ı 2400-ü vurmuş olsaq eləyəcək 4800 eləyəcək. Orada da 90 da vuranda 180 edir. 4980 4980 cavabını alarıq. Düzdür, biz 1245-i də 245 vurulsun 245 deyirəm. Bir dənə başlayayım. 249 vurulsun 5 şəklində yaza bilərik. 249 vurulsun 5 vurulsun 4 şəklində yaza bilərik. Burada da birinci 5 ilə 4-ü qruplaşdırmış olarıq 20. 249-u 20-yə vurmuş olaraq. Yəni 249-u vurmuş olaraq 2-yə, arxasında bir dənə 0 yəni ki 10-a o cür də yaza bilərik. Amma mənə elə gəlir ki, bu üsul daha rahatdır. 14-cü suala baxırıq. Yazır ki, bölünəni uyğun ədədlərin cəmi şəklində göstərsək, boş xanalarda yazılacaq ədədlərin cəmi neçə olar? Əslində yuxarıdakı, yəni uyğun ədədlərin hasili şəklində göstərməsindənsə cəmi şəklində göstərməsi olmalı idi. Yəni bura geri qaytarmış olsaq, yəni bu uyğun olaraq bunu 1245, yəni bu şəkildə açıq şəkildə yazmaqla hesablamamız daha doğru olar. Amma yəni bizdən şərtdə o cür istəmirdi, hasili şəklində istəyirdi. Deməli, bilirik ki, bölünəni uyğun ədədlərin cəmi şəklində göstərsək, boş xanalarda yazılacaq ədədlərin cəmi neçə olacaq? Burada 6000 olmalıdır. Burada 6 bölmüş olsaq 1000, 300-ü bölmüş olsaq 50 etmiş olur. Burada da baxırıq ki, toplamış olsaq 1050, 1065 olacaq, 1065 etmiş oldu. Və bunların cəmi də edəcək 7065, 7115, 7115 da variantında var. Növbəti 15-ci suala baxırıq. Yazır ki, vurma əməlini asan üsulla hesablayın. Asan üsulla hesablanması, yəni buradan yazıram mən. Açıq şəkildə yazılışı olmuş olar. Biz bunu mən yazırıq burada 1371 vurulsun 6 bərabərdir. Bunu 1000 üstə gəlinsin 300 üstə gəlinsin 70 üstə gəlinsin 1 yazıb vursaq 6-ya. 1000-i vurmuş olsaq eləyəcək 6000 üstə gəlinsin 300-ü vurmuş olsaq eləyəcək 1800 üstə gəlinsin, davamı burada 70-i vursaq 420, bu da üstə gəlinsin 6. 6000 üzərindən 1800 gəlsə 7800, 420 gəlsə 8226, 8226, 8226 da B variantında verilmişdir. Növbəti 16-cı sual yazır ki, bölünəni hansı ədədlərin fərqi şəklində yazsaq qisməti daha asan tapmaq olar? Bölünəni hansı ədədlərin fərqi şəklində yazsaq 500 çıxılsın 5 şəklində yazmış olsaq. Burada da bunu asan üsulla hesab. Tamam.
Bununla necə yazmış oluruq? Buradan ya sanki bərabərliyin sonunda buradan davam etmiş oluram. Bu olacaq 5000 çıxılsın 5 bölünsün 5 şəklində yazmış olaraq. 5000-i 5-ə bölmüş olsaq, yəni bunu ayrı-ayrı hesablamış oluruq. 5000-i 5-ə bölmüş olsaq, eləyəcək 1000. Daha sonra da bununla neyik? Bundan da çıxarıq 25-i. 1000 çıxılsın 25. Bu da bərabər deyəcək 975. 900 deyə baxaq. Yox, səhv yazıram axı. Vururam mən burada. 5 bölünsün 5 bölü 1. Bu da 999 cavabını almış olur. Fikrim qaldı. Burada aşağıda cavabı verilmişdi. Mən buna baxmamışam. Bu da olacaq A variantı. Variantlara baxmadan yazdım bunu ona görə. Əslində sadəcə necə yazılacaq bunu bizdən istəyir. Yəni yazır ki 5000 çıxılsın 5 şəklində. Bu qədər. 3-cü bölmə üzrə qiymətləndirmə izahları ilə qarşınızda olaraq. Hələlik sağ olun.